Bunu mən demirəm, çox adam bəzən qəbulləmir. 4 il bundan əvvəl AVR tips sistemində bu haqda deyilir ki, qidalanma yanlışsa dərmanın faydası yoxdur. 4 il bundan əvvəl deyilir. Qidalanma da olsa dərmana ehtiyac yoxdur. Hipokrat tibbin atasının dediyi sözlər və Məhəmməd Peyğəmbərin, Nizaminin ən axırıncı çox idi bu adamlar. Təxminən bir 50 yaxın belə bir məşhur adamların sözü var. Steve Jobs, məlumatınız xərçənginlə rəhmətə gedib, yeməyi dərman kimi yeyin. Əks halda dərmanı yemək kimi yeyəcəksiniz. Ona görə buna əmək eləmək üçün müəyyən şərtlərə əmək eləmək müəyyən şərtlərə verilmək lazımdır və bunun səbəbi nədir, niyə belədir? Buna da cavabını məşhur Hipokrat izah edir ki, bütün xəstəliklər bağırsaqlardan başlayır. Bağırsaqlarda da ki, səbəb təbii ki, sağlam qidalanmadan başlayır. Sağlam qidalanmalar orada görürük ki, bağırsaqda adətən bitki mənşəli qidalara üstünlük verir. Onlar da sağlam bağırsaq mikroflorası yaradır və nəticədə hamımıza məlumdur ki, insan dediyim kimi immunitetin onkoloji xəstəliklərə gəlməsinin əsas səbəbi immunitetin çatışmamazlığıdır. İmmunitetin də 70-80% yoğun bağırsaqlarda formalaşır. Odur ki, qidalanmamızla biz immuniteti formalaşdırmalı və nəticədə onkoloji xəstəliyə qarşı mübarizə eləməliyik. Tək qidalanma ilə tək onkoloji xəstəliyə yox və sağalanan bütün xəstəliklərin hamısına təsir eləmək mümkündür. Bunlar haqqında dairə aralıqda çox qısa danışacağım, çünki veqan etkiyorlar çox belə deyim ki, bozmuşum. Və bunların hamısı haqqında metabolik xəstəliklər bölümündə bunların hamısı haqqında ayrı-ayrılıqda danışacağıq. Və bu nə cürə olur ki, bu xəstəliklər əmələ gəlir qidalanma nəticəsində. Bağırsağın özü hamıya məlumdur ki, özü bariyer rolunu oynayır. Amma qidalanma vərdişimiz pozanda bağırsağın bu bariyer funksiyası pozulur. Nəticədə zəhərli metabolitlər deyək ki, sorulur bədənə, orqanizmə, onlar problem yaradırlar. Müasir həyat mikrobiomumuza mənfi təsir göstərir. Ona görə də bu sağlanan, belə deyək ki, mikrobiomu sağlam saxlamaq üçün nədən istifadə etmək lazımdır, burada yazdıqdır. Mən misal üçün xəstələrimə ən birinci məsləhəti, mən öz xəstələrimə birinci bol mayi qəbul eləmək deyirəm ki, birinci bol, ən azı qəbul olunur 2 kilograma təxminən 30-35 mililitr mayi, burada 72 litr ən az, ya 8 bardak deyirlər, stəkan deyirlər, mayi qəbul eləmək lazımdır. Ondan sonra digər faktorlardan istifadə eləmək lazımdır. Amma dünən maraqlı bir məlumat oxuyur ki, bu qidalanmada fizik aktivlikdir, onların rolu uzun ömürlükdə çox azdır, daha çox xronik stres olan şəxslərdə onkologiya inkişaf edir. Onu da dünən oxudum, amma onunla razı deyil, mənim fikrimizdə ən vacib amil qidalanma amilidir. Belə, bu bağırsaqlarda və hətta belə bir məşhur diyetolog deyir ki, həftə ərzində ən azı sağlam olmaq istəyirsə 30-dan yuxarı 30, təxminən 30 bitki mənşəli qidalarla qidalanmalısınız. Burada tək göy, tərəvəz yox, boz, fındıq, digər bitki mənşəli qidalar aiddir. Beləliklə, onkoloji xəstələrin qidalanmasında 3 mərhələ təsir göstərə bilər. Mənim fikrimcə ən vacib birinci mərhələdir ki, xəstəliyin başdan öncə dediyimiz kimi qarşısının alınması, onun müalicə olunmasından daha rahatdır. Qarşısını almaq üçün Dünya Xərçəng Təcrübələri Fondu, Amerika Xərçəng Təcrübələri İnstitutu və xəstəliyin qarşısını almaq üçün həmən vaxt bu tövsiyələri məsləhət bilir. Bunların bu İngiliz yazısı, bu da Azərbaycan onun tərcüməsi, sağlam bədən çəkisi, fisik cəhətdən aktiv olmaq, tam taxıllarla qidalanmaq, fast food və digər emal olunmuş qidalardan qaçmaq, qırmızı və emal olunmuş ət məhsullarının qəbulunu, alkoqollu içkiləri, şəkər əlavələrini məhdudlaşdırmaq lazımdır. Bunların hamısı haqqında da indi növbəti slaydlarda müəyyən qədər məlumat verəcəyik. Və bir
İlk slaydda xərçəng xəstələri üçün ən yaxşı pəhriz haqqında deməli danışmışıq. Daha çox rəngli meyvə və tərəvəzlər, taxıllar, sağlam yağlar, yağsız qidalar, yeməkdən çəkilir, işlənmiş qidalar, qırmızı ət və qida əlavələrində zəngin qidalar. Bundan sonraki dövrdə xərçəng müalicəsindən sonraki qidalanmaya necə yanaşmalı? O da demək olar ki, öncə və xərçəng müalicəsi vaxtı gedənə uyğundur, daha çox bitki mənşəli qidalardan istifadə eləmək lazımdır. Çıxışımı hazırlayarkən onlarla kifayətlənmədim. O dediklərim hamısı belə deyək ki, adi elmi populyar belə bir məlumat idi. Daha bir müəyyən elmi məlumatlar əldə eləmək üçün və qidalanma nəticəsində necə dediyim kimi o denov əmələ gəlmir. Qidalar xərçəngdən əvvəl orqanizmdə hansı xəstəliklər baş verə bilir, onların təsirini aydınlaşdırmaq üçün metabolik xəstəlikləri haqqında müəyyən bir məlumatlar verilir. Xərçəngin özünü də metabolik xəstəlik hesab eləmək olarmı? Bəli. Otobarmur sindromu deyilən bir sindrom var. Bu öz müşahidələrində ispat edir ki, xərçəng hüceyrələri, sağlam hüceyrələrə nisbətən 200 dəfə daha çox belə deyək ki, karbohidratları mənimsəyirlər və nəticədə orqanizmdə bu metabolik dəyişikliklər törədən maddələr əmələ gəlir. Misal üçün, süd vəzi xərçəngində glisin, sarkalizm, prostat vəzində və s. bu cürə maddələr əmələ gəlirlər. İndi metabolik xəstəliklərə birincisi, ən çox deməli burada onkoloji uzaq dünyanın bəlası piylənmə və xərçəng piylənmədir. Bizim indi bir neçə yoldaş Amerikada ASCO'nun konferansına getmişdi. Onlara sual verildi ki, orada nə gördün, bizdən fərqli nə idi? Dedi, hamısı şişman idi. O qədər kök adam var idi ki, deyiləsi dərəcədə deyildi. Və ona görə də Amerikada baxmayaraq səhiyyə çox böyük inkişaf edib, Amerikada onun başqa bir çıxışında var. Amerikada uzun ömürlərin sayına görə cəmi 67-ci yerdə. Japonlar birinci yerdə uzun ömürlərin sayına görə. Hər 100 min nəfərə 88 nəfər 100 yaşdan yuxarı düşür Yaponiyada. Amerikada isə cəmi 10 nəfər düşür. Yəni, baxmayaraq səhiyyə dünyada inkişaf edib, səhiyyənin orada deməli xeyri yoxdur. Nə qədər inkişaf ediləsin, öncədən sənin üzr istəyirəm için xarabsa o səhiyyə sahib kömək edə bilməyəcəkdir. Amerikanların da o dediyim kimi açığın deyim için xarabdır. Ona görə səhiyyə orada kömək eləmək və nəticədə piylənmə əmələ gəlir və buna hansı yollardan təsir göstərir, estrogenlər ən çox hamıya əksər kimyoterapilərə və onkologlara məlum ki, ən çox o səbəblərindən bir estrogenlərin yüksək olmasıdır. Və digər bir araşdırma Guardian nəşrində çıxıbdır. Uşaqlarda öncədən belə deyək ki, çəki artıqlığı nə qədər çoxsa, onların onkoloji xəstəyə yoluxmaq ehtimalları daha çoxdur. Və piylənmə və nəticədə deməli, metabolik xəstəlikləri xərçəngdə nə cürə bu metabolik xəstəliklər xərçəngdə nə cürə səbəb olur, onun qarşısını nə cürə almaq olur, bu istiqamətdə qurmuşam. Qidalanmada daha çox qəbul edilməliyə və həmən ümumiyyətlə hamısı eyni prinsiplər, daha çox bitki mənşəli qidalara üstünlük vermək, digər emal olunmuş fast foodlardan qaçmaq lazımdır. Bədən kütlə indeksi, indi belə deyim ki, bu haqda niyə bunu qoydum? Bəzən o bədən kütlə indeksi haqqında nədir, bilmirik, belə bir hesablama üsuluyla aparılır və çox təəssüf ki, o dəhşət sözlü qırmızının özü qeyd edirəm ki, artıq 35-dən yuxarı olanda bu dəhşətli olur. Bunlarda digər təkanlı yox, digər bütün xəstəliklər də problem yaradır. Diabetdə də, şəkərli diabet olan xəstələrdə və onkoloji xəstəliyin yenələmələ gəlmə riski, misal üçün qaraciyərdə 1,97 dəfə artır, ümumiyyətlə bütün xəstələrdə 1,2 dəfə artır. Bunun da bəlli mexanizmi var. Bundan uzaq, bundan izə dediyim kimi, burada da bundan qaçmaq üçün nədən uzaq durmalı? Yenə də karbohidratlardan uzaq durmaq lazımdır. Üstünlük vermək
dəniz məhsullarıdır. Yaponlardan dedim, Yaponların hesab edirəm ki, iki böyük səbəbi var. Bir, dəniz məhsullarından çox istifadə etmək, bir də ki, daimi gülmələri, onlarda dediyim kimi, xroniki stresi az olmalarıdır. Artiqali Britaniya arasında belə bir əlaqə var. Bunlarda da yenə də rast gəlmə tezliyi adi insanlara nisbətən daha çox artıqdır. 18 növ xəstəlik və hipertoniyanın əlaqəsi təyin olunmuşdur. Burada da yenə də onkoloji xəstəliklərinə əmələ gəlməsinə səbəb olan hipertenziyanın qarşısını almaq üçün daş pəhrizdə adlanan bir pəhrizdən yenə də burada həmən o prinsip üzrədir. Dislipidemiya, hətta az rast gəlirik belə bir diaqnoza, amma yenə də burada terapevtlər, kardiologlarından çox rast gəlirlər. Bunlarda da onkoloji xəstəliyin əmələ gəlmək ehtimalı çoxdur və burada da bunun qarşısını qidalanma ilə almaq mümkündür. Aterosklerozda da həmçinin bu prinsip var. Yenə də burada da onkoloji xəstəliklərin əmələ gəlmək ehtimalı artır və onlarda yenə biri, mən həmişə bir immunitet var və burada diqqətlə baxır. Diqqətlə onu deyirəm və burada da yenə də immunitetin, belə deyim ki, zəifləməsi mühüm rol oynayır. Kardiyo-onkologiya jurnalında ürək damar aterosklerozlu rolu haqqında belə bir araşdırma aparılmışdır. Bunun çox sayılı xəstələr üzərində 30 sayılı müşahidədən sonra gördük ki, bu xəstələrdə xəstəlik inkişaf riski 10-12% artmışdır. Bu xəstələrdə də yenə də nə məsləhət bilinir, görürsünüz ki, yenə də gündə 2 dəfə meyvə tərəvəz məsləhət bilinirsə, həftədə 2 ara sıra emal olmuş ət məhsullarını, həftədə 2 dəfə yüksək glisemi indeksi olan maddələrdən, qidalarda istifadə etmək lazımdır. Bu porsiya sözlüyünə bunu niyə qoydum? Porsiya, ümumiyyətlə tez-tez porsiya haqqında məlumatlar var. Porsiyalar nədir? Və məsləhət bilinir ki, indi sonraki slaytda gündə təxminən 100-150 qram çörək yemək olar. Və maraqlı bir slayt əl qaydasından o qidaları müəyyən dərəcədə tənzimləmək mümkündür. Qaraciyərdə olan problemlərlə onkoloji xəstəliyin 1-2 dəfə artmasına səbəb olur. Bunu da qarşısını almaq üçün yenə də həmən eyni prinsipdir. 2 mənşəli qidalardan, tam sağlam jurnallardan istifadə etmək lazımdır. Qasılmalı qidalar alkoqol. Alkoqol barəsində mən sonra deyəcəm, miqdarı nə qədər olmalıdır. Padagra və xərçəng, o təəssüflərin özündə padagra var. Ona görə də bunu oxuyanda biraz qorxdum, amma pərdizdən çalışıram ki, onu müəyyən dərəcə yoldan qoyur. Ən yaxşı pərdizlər padagra üçün o da burada qeyd olunubdur. Çünki yenə də bitki mənşəli, bütün meyvələr və meyvə şirələri bunun üçün qəbul olunandır. Sağlam qidalanma ümumiyyətlə, o yuxarıda dediklərinin hamısını axırda bir sağlam qidalanma boşqabı ilə belə deyim ki, formalaşdırmaq olar. Buradan görüldüyü kimi ən böyük yeri bitki mənşəli qidalar tutur. Ən belə deyək ki, az yeri, təxminən 3-5% yeri emal olunmuş qidalar tutur. İndi keçək, belə deyək ki, ayrı-ayrı şeyləri, nə qədər qırmızı ət, nə qədər qırmızıdır əti biz yiyəmirik, belə deyim ki. Mən Qazaxıdan belə gözümüz açanlar ət imiş, yamayıda axır vaxtlar azaltmışam. Amma müəyyən bir bəlli hədd var. Beynəlxalq səhiyyə təşkilatlarının məsləhətinə görə gündəlik 100 qram, həftədə yarım kilodan çox ət yemək məsləhətdir.